Oğlaq, sentyabrda yenə hamı işləyəcək, amma sən biraz da çox işləyəcəksən. Təqvim belə səndən yorula bilər. Ay bala, biraz dincəl də, yəni sentyabrda. Keçək iş baxımından. Bu ay zəhmətinin bəhrəsini görmək şansın yüksəkdir. Rəhbərlik sənin məsuliyyətini və əzmini qiymətləndirə bilər. Amma unutma, hər işi öz üzərinə götürmək qəhrəmanlıq yox, yorğunluq yarada bilər. İndi isə keçək şəxsi həyata. İndi subaysansa, iş arasında arada bir başını qaldır. Bəlkə də axtardığın insan elə yaxındadır, sadəcə sən o qədər işləyirsənsə heç görmürsən. Münasibətdəsənsə, partnyorunla ya da həyat yoldaşınla daha çox vaxt keçirməyə çalış. Təqvimdə sevgiyə də yer ayırmaq mütləqdir. Deməli, pul enerjisi. Maddi baxımdan uğurlu qərarlar verə bilərsən. Əlavə gəlir və ya yeni qazanc fürsəti yarana bilər. Amma İşləyirəm, deməli, xərcləyə də bilərəm. Düşüncəsini çox da başında fırlatma, yanıla bilərsən. Tövsiyə ondan ibarətdir ki, uğur yalnız işləməklə deyil, balans qurmaqla da gəlir. Özünə istirahət üçün vaxt ayır, enerjini bərpa et. Yekunda da deyə bilərəm ki, oğlaq, sentyabr üçün sənin şüarın budur. Çox işləmək yaxşıdır, amma ağıllı işləmək daha yaxşıdır. Bəyəndinsə paylaş və növbəti bürc proqnozunu kaçırma.